Məni həyata təzədən qaytardı, ölümdən qurtardı. Mən ürəyimdən neçədir, çox əziyyətlər çəkirdim, yol gedə bilmirdim, yata bilmirdim, boğulmalarım çox olurdu. Mənə məsləhət gördülər, Apro Hospital xəstəxanasına, gəldim bura. Aslan Teymurov necə gözəl qarşıladı, hər şey öz qaydasında getdi, öz yerində. Əməliyyatım da çox gözəl, uğurla nəticələndi. Mən bugün həyatda qalmağım üçün, ayaqda durmağım üçün İmadəddin Bağırov doktora çox dərin təşəkkürümü bildirirəm. Məni həyata təzədən qaytardı, ölümdən qurtardı. Sonunda onu demək istəyirəm ki, mən Apro Hospitalın bütün işçilərinə, hamısına özünə onlara dərin təşəkkürümü bildirirəm. Kiminsə də nəyəsə problemi varsa, Apro Hospitala müraciət eləsin. Yəni buradakı həkimlərimiz çox savadlıdır, çox da diqqətlidir. Yəni ki, mən dünyalar qədər buradan razıyam.